sayılı nümayəndəlik əsasən Göyçay şəhərini təmsil edir. Göyçay və ətraflı mərkəzi aranları da 5 sayılı nümayəndəliyin tərəfindədir. Hazırda bu nümayəndəliyin güləşçisi olan Niyazi Əhmədov Orxan Nəsirovla qarşılaşır. Orxan Nəsirov isə 2 sayılı nümayəndəliyin pəhlivanıdır. Sumqayıt Abşeron zonası və Şimal rayonları özündə əhatə edir 2 sayılı nümayəndəlik. 2-0 hesabı ilə birinci isə Orxan Nəsirovun üstünlüyü ilə başa çatdı. 55 yarım çəki dərəcəsində mübarizə qaran güləşçi birinci yarıda qalib adını qazandı. İndi isə bu güləşçilər ikinci hissədə mübarizəni davam etdirilər və əgər bu hissədə də Orxan Nəsirov qələbə qazanırsa, görüşün qalibi olacaq. Daha bir xal Orxan Nəsirovun aktivine yazılır. 1-0 hesabı ilə ikinci hissədə önə keçir güləşçi və yəqin ki, indi rəqibin sinəsi üzərindən aşırma cəhd göstərəcək. İlk cəhdini yerinə yetirdi. Lakin Niyazi Əhmədov hələ ki, yaxşı Orxan Nəsirovun daha bir cəhdi və daha bir xal aktivine yazır bu güləşçi. Çox cəhd bir güləşçidir və Niyazi Əhmədov onun fəndi qarşısında demək olar ki, macal tapa bilmədi, müdafiə olunmalı və Orxan Nəsirov aktivine bir xal yazdı. 1-0 hesabı ilə hazırda, daha doğrusu 2-0 hesabı ilə güləşçi hazırda öndədir. Əvvəlcə bir xal qazanmışdı, rəqibini parter vəziyyətinə salmalı. Daha sonra eyni fəndi bir daha yerinə yetirdi və daha bir xal aktivine yazdı. 2-0 hesabı ilə Orxan Nəsirov Niyazi Əhmədovu məğlub edir. Yeniden güləşçilər döyüşən mərkəzinə dəvət olunurlar və 1 dəqiqə 12 saniyə artıq geridə qalıb. Təxminən 50 saniyədən sonra görüşə yekun vurulacaq. Niyazi Əhmədov isə artıq hiss olunur ki, yorulub. Baxmayaraq ki, hesabda geridədir, müəyyən qədər cəhd göstərir. Fənd yerinə yetirməyə çalışır, amma hələ ki, onun cəhdləri bir nəticə vermir. Məşrətlər kiloqram sih havzasına dəvət olunur. Demirözov, Novruz, Vəkilov, Demirözov, Novruz 1 sayılıq, Vəkilov Raman 2 sayılıq nümayəndədir. 2-0 hesabı ilə hazırda Orxan Nəsirov öz rəqibini məğlub edir Niyazi Əhmədova və cəmi bir neçə saniyədən sonra bu qarşılaşmaya yekun vurulacaq. Hər iki hissədə Orxan Nəsirov qələbə qazandı. 55 yarım çəki dərəcəsində mübarizə aparan güləşçi və əvvəlcə 2-0 hesabı ilə rəqibini məğlub etmişdi və ikinci hissədə də Orxan Nəsirov aktivine 2 xal yazdı. Beləcə bu görüşün qalibi Orxan Nəsirov olur. 55 yarım çəki İndi isə daha bir maraqlı görüş Heydər Əliyev adına İdman konsert kompleksində keçiləcək. Mahmud Maqamedov bir sayılı güləşçi nümayəndəliyin güləşçisi Mahmud Maqamedov Atasport klubunu təmsil edir və onun rəqibi Namiq Sevdimovdur. Namiq Sevdimov isə yığma komandamızın üzvüdür. 25 Həm Olimpiya oyunlarında, həm də Danimarkanın Herning şəhərində keçirilmiş